sakin değilsen ayala 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 ayala. Sal keşen yollara hiç yağmasın kar. Sal keşen yollara hiç yağmasın kar. Her tarafa değilsen ayala 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 ayala. Çekil senden nazlı yüzünden yemekten kalırsan gel Sürdele yayanlar ben olmaz ayanlar ben olmaz ayanlar hünerler. Bana vursan senin sürmeye hadi köhüle giyinirsen ayala 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 Ayıt verdin düzen yoldan geçmedin. Ayıt verdin düzen yoldan geçmedin. Çok söyledin saf sulardan içmedi ya yerler içmedi ya yerler içmedi. Yaxşı yaman düz olanı seçmedi. Yaxşı yaman düz olanı seçmedi. Demir kimi eğilirsen ayala 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 ayala.
Kalkın ağlayanam da. Burada koyun bulana ya. Gel buraya. Birinin bu skatlara şu. Ben de diğer akçılışını koydum. Habil biraz böyle sıklarım. Hani salda çalarsın. Söylesem başka tarafta bir falan var. Bu an orada. Yok lazım değil. Niye lazım değil? Lazım. Ay bana bu araba orada. Sıkılatta iyi bir tane sansağı. Seviyorum seni gel desem. Seni nasıl özledim bir bilsen. Ama dün desem seviyorum seni gel. Seni nasıl özledim bir bilsen. Bir başlar bu gidişler son olmaz ya. Ama dün sen seviyorum seni gel sen. Seni nasıl özledim bir bilsen. Ama dün sen seviyorum seni gel. Seni nasıl özledim bir bilsen. Ama dün sen seviyorum seni gel sen. Haset. Seni nasıl özledim bir gün sen. Haset'in razı başını kaçıp. Ama dün sen seviyorum seni gel. Seni nasıl özledim bir gün sen. Gizli gizli yanarsan, sevdiğini tanırsan, varsa inanın bana, beni niye kıskanırsan? Gizli gizli yanarsan, sevdiğini tanırsan, varsa inanın bana, beni niye kıskanırsan? Varsa inanın bana, beni niye kıskanırsan? Gizli gizli yanırsan, sevdiğini tanırsan, varsa inanın bana, beni niye kıskanırsan? Eşk olsun arkadaşlar. Eləcə də Fəxrəli oğulları. Dünkü günü
Bugünkü günü hamımızın ümum milli bayramımız olan, bütün Türk dünyasının bayramı olan bahar bayramımız, Novruz bayramımız mübarek olsun. Arzu edirəm ki, bu bahar bayramı her bir aile xoşbəxtlik, huruzu bereket ve ümumi dünyaya əmin-amanlıq getirmiş olsun. Bugünkü gün münasibətilə hamınızı ürəkdən, səmimi qəlbdən təbrik edir. Sizə yaxşı gün, yaxşı gələcək və ailə saadəti arzu edirəm. Bugünkü günü mən də zürri hesab ediliyim, məclisi aparıb, bilmədiyimə görə Habil Şamradov, mənim balaca qardaşım, Arxaç məhəlləsinin gözəl bir oğlu, gəlib balaca məclisi idarə edəcək. Ona uzun ömür, can sağlıq, sizə gözəl iştah və içmək, əmin-amanlıq, ruzi bərəkət arzu edirəm. Buyur Aşıq sahib, sən dilləndirəcəksən, məclisin açarı səndədir, o sənin könüllü şimdi nə lazımdır, sağ ol. Əziz Faxralı cəmaatı, əziz Arxaç məhəlləsinin cəmaatı, mən də bir sənətkar olaraq, bir Arxaç məhəlləsinin üzvü kimi, yəqin ki, ayəli qardaşım, ixtiyarım çatır, hamılıqla bütün Faxralı elini, bütün Azərbaycan xalqını, gözəl Arxaç məhəlləsini təbrik eləməyə ixtiyarım çatır. Hamımızın bayramımız mübarək olsun. Üstümüze güzel firavanlıq, güzel xoşbəxtlik, bolluluq, varlılıq, ondan sonra da bir balaca da hamıya pul qismat edirəm. Novruz bayramıdır, ay güzel kendim. Keşke bu çağlarda olan bu yerde tongallar qalansın düzülək səf-səf. Keşke bu çağlarda olan bu yerde oruç, ged öz doğma yurdumda yuvalan. Həmin o yerlərdə yuva sağ qalan, yurtda, öz yurdumda bülbülsən, yadda çırağban, keşke bu çağlarda olan bu yerlər.
Güllər açdı zimistanım yaz oldu, şeyda bülbül kimi dilə gəlmişəm. Əli faxralıyam, dostlar, tanışlar, vətənimdir, kənli belə gəlmişəm. Qoy bir daha bu torpağın, bu elin, bu məhlənin, Azərbaycan dövlətin, harada Türk yaşıysa, Türk oğlu yaşıysa qoy onun bayramı bir də mübarək olsun. Qoy Allah'tan arzu edirəm ki, tək bugün yox, bütün ilin 12 ayını bu bayram əhval-ruhiyyəsi mənim millətimin, mənim xalqımın üzündən əksik olmasın. Bütün insanlara xoşbəxtlik gətirsin. Qoy Allah'ın harada xoş günü var, xoş saati var, xoş dəqiqəsi var. Mənim millətimin, mənim xalqımın taleyində, vaxtında bol olsun o günlər. Bir də bayramınızı təbrik edirəm. Xoşbəxt olun. Yavaş-yavaş məclisimiz açılır. Sözün dalından belə gələcək. Sağ olun. Bir nigaranlıq. Baxıram, özümə yazığım gəlir. Dünənə qayıdır fikrim bir anlıq. Ağır yerişindən dağ ləngərlənən hana o qaməti duruşu uşaqlar. Göyə mi çəkildi bin bərəkəti? Gözümə az dəyir qara papaqlar. Mən bu məclisi bir ağsaqqal nəsiyyətinə, ağsaqqal sözünə bir ehtiyac duyuram. Qoy başdan bir ağsaqqallardan gözümü gəzdirim. Orada gözüm qara dayım, tutub ay qara dayım. Ağsaqqal sözünə, ağsaqqal məsləhətinə həmişə bizim ehtiyacımız var. Ağaç nətər torpaqdan şirə çəkib, boy atıb böyüdükcə, cavanların da ağsaqqal sözünə, ağsaqqal məsləhətinə həmişə ehtiyacı var. Ağsaqqal məsləhətindən böyüməlidir. Bir dənə, buyur bura gəl. Ürəyindən keçənlər biz cavanlara, elinə, obana de, ondan sonra məclis söz qaydasına düşəcək. Durma, gəl bircə kəlmə, sən bircə kəlmən də 100 sözə bərabərdir, gəl. Arxaç məhəlləsi və el oğulları. Bugünkü günü nəinki Arxaçda, yəni öz elimizdə, elə bütün Azərbaycan milləti harada yaşır, orada bugünkü bayramı qeyd edirlər. Allah bütün hamının bayramlarını təbrik eləyək hamının önünə gözəl saadət, gözəl uğurlar, gələcək günlər xoşbəxt, canları sağ olsun. Sağ olun, xoşbəxt olun, yiyin için, bugünkü günü qeyd eləmə. Nəinki siz Novruz bayramı yox, elə də hər il təzə il burada Arxaçda qeyd edirsiniz. Bizim bu məhəllədən nəinki öz elimiz, bütün deməli, o televizora baxan kimimiz var, harada, kim yaşayırsa, hamınızı deməli, ürəkdən təbrik edir, hamınıza da minnətdarını bildirirlər. Sağ olun, çox sağ olun, canım sağ olun. Sağ ol müəllim. Aşıq, buyur. Çakılı ataday olsam, ağsaqqal sözünə ehtiyacım var. Aylarla hey ondan ay Habil qardaşım məsləhət alsam, yenə də özlərinə ehtiyacım var. Avrım olsa da, arım olsa da, nə qədər devlətim, varım olsa da, aylarla dünyalar ayəl qardaşkarım olsa da, oduna közünə ehtiyacım var. Porşalı elində deyilsə dəlil, biləndi qədrini gövhərin, ləlin, ay eller bax belə yaşayıb dünyanı çox görənlərin yoluna izinə ehtiyacım var.
Qazi et. Ha böyle. Bəli, ruzidə bəlli nefəsində aylar, keçir ömrümüzdən həftələr aylar. Keçir xəyalımızdan ay qaradayır, ben sarayları dönürsən qızıla mərcana dünya. O belə elə şair nəbiyə. Yar belə yanlar qəlbim çağıdır. Şirin cavabların koy koy. Ay yala yala ya, hemen damadı, biter cebedenler. Ay yala yala can dermanıdır, bilmadı boynumda. Ay rahman geldi Kehran. Məhləmi kəndimi belə şen görəndə inanmazsınız, ürəyim dağlar qədər böyüyür. Zəlimxan Yaqub yazıyor ki, bu kənd daha mən gördüyüm o kənd deyil. Nə ocaq var, nə tüstülü baca qalıb. Oğul uşaq səpələnib